Babasil əməliyyatı zamanı hansını seçmək lazımdır? Lazer cərrahiyyəsi yoxsa açıq əməliyyat? Babasil əməliyyatlarında lazer cərrahiyyəsi bütün dünyada inkişaf etməkdədir. Nəyə görə lazer cərrahiyyəsi seçilir? Birinci, ilk öncə xəstələrdə əməliyyatın müddətində zamanı, əməliyyat zamanı ağırlaşmaların sayı aşağı düşməsi, əməliyyatdan sonraki dövrün daha rahat keçməsi, qanamanın minimal olması və ən önəmli olaraq xəstənin daha erkən iş fəaliyyətini bərpa eləməsi önəmlidir. Lazer əməliyyatları zamanı xəstədə kəsik aparılmır. Kəsik olmadığına görə əməliyyatdan sonraki ağrı sindromu minimal olur. Xəstələr praktiki olaraq yüngül diskomfortla əməliyyatdan sonraki dövrü keçirirlər. Xəstənin bərpa olunma müddəti daha qısa olur. Bu da xəstənin daha tez iş fəaliyyətinə və gündəlik həyat fəaliyyətinə qayıtmasına şərait yaradır. Əməliyyatdan sonraki erkən və sonraki gecikmiş ağırlaşmalar lazer prosedurlarında daha az rast gəlinir.